الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا أبي القاسم المصطفى محمد وعلى آله الأطيبين الأطهرين سيما علي أمير المؤمنين والصديقة الطاهرة فاطمة الزهراء سيدة نساء العالمين والحسن والحسين سيدي شباب أهل الجنة وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والخلفاء القائم الحجة المهدي حجاجك على عبادك وأمنائك في بلادك وصل على أئمة المسلمين وهمات المستضعفين وهمات المؤمنين أوصيكم عباد الله والنفس بتقوى الله. Tercümesinde diyeyim, özünde sizlere de Allah'ın sərhədlərinin ilahi təqvanı riayət eləməyə dəvət edirəm. Bugünlərin mövzusu bir dənədir də Həzrəti İmam Hüseyin əleyhissalam Cümə xütbəsinin ikincisində müjdə olsun deyə sizlərə, siz düşünürəm ki, bu məclislərin iştirakçılarından fərqli olaraq təşkilatçılarısınız həm də sizə bir Qurandan ayə deyəcəm. Zümər surəsidir, Zümər surəsinin axırıdır. Zümər surəsinin axırında bir kəlmə iki dəfə istifadə olunub, vəsiqə, vəsiqəl-ləzinə, vəsiqə. Vəsiqə nədir? Sövq eləmək işitmişsiniz də, sövq. Hərəkətə gətirmək, dartıb aparmaq, hətta bəzi yerdə mənası bu cürdə istifadə olunur, sürükləmək. Vəsiqə. Yüngül mənası buradan başlayır, sövq eləyirsən, həvəsləndirirsən. Amma ta oracan mənası var. Vəsiqə tutub dartıb aparmaq. Bu kəlmə Zümər surəsinin axırında iki dəfə istifadə olunur. İki dəfə istifadə olunur. Bir dəfə cəhənnəm əhlinin haqqında gəlib. İkinci dəfə behişt əhlinin haqqında gəlib. Maraqlı yeri harasıdır? Maraqlı yeri burasıdır ki, yaxşı da bildik cəhənnəm əhlinə vəsiqə tutub dartıb aparırlar. Amma behişt əhlinə nə ehtiyac var vəsiqə tutub dartıb apararlar. Hamımız arzulayırıq ki, cənnətə daxil olaq. Elə deyil. Bütün insanların amalı, arzusu behişt deyil. Bəs yaxşı, behiştin əhlin məgər dartmağa, sürükləməyə ehtiyac var? Quran deyir var. Sizə Allah maraqlı deyə yox. Ana kitabımızdan məhrumuq da. Bir ciddi kitabımızda nə var, nə yox, məhrumuq. Elə ölənəcən yeni ayələr eşidirik. Hər dəfə də təəccüblənirik. Bəlkə də ürəyimizdən keçir, daha oxuyacağam, elə də qalır. Gör nə gözəl temadır. Bir kəlmədir, vəsiqə, dartıb aparmaq, sürükləmək. Cəhənnəm əhlinə də gəlib, cənnət əhlinə də gəlib. 71-də deyir ki, vəsiqəl-ləzinə kəfəru ilə cəhənnəmə züməra. Zümər surəsi. Zümər dəstə-dəstə. Sözün mənası. Deyir, cəhənnəm əhlin mələklər dəstə-dəstə götürər, aparar əzaba. Niyə sürükləmək kəlməsi istifadə olunur? Çünki yerində istifadə olunur. Kim öz ayağı ilə cəhənnəmə gedər? Kim öz ayağı ilə, öz xoşluğu ilə əzaba gedər? Orada elə yerində işlənən istifadə olunan kəlmədir. Mələklər gələrlər dəstə. İndi o dəstə-dəstəni izah edirlər ki, niyə dəstə-dəstə? Müxtəlif yozumlar deyiblər. Bir mənası da budur ki, günahlarına görə dəstə-dəstə olacaqlar. Məsələn, filan günahın əhli bir yerdə, filan günahın əhli bir yerdə, filan günahın əhli bir yerdə. Və yaxud imamlarına görə, o azdırıcı başçılarına görə, filan kəsin ardıcılları bir yerə falan. Bu cür mənalar eləyirlər. Amma mənim sözüm o birinci hissə deyil, ikinci hissə. 71-də bunu deyir. 73-də vəsiqəl-ləzinə təqav rabbəhum illəl cənnəti züməra. Deyir, bir dəstəni də cənnətə gəlib dəstə-dəstə sürükləyə-sürükləyə apararlar. Darta-darta apararlar. Məcbur apararlar.
deyəcəm cavabını. Siz Allah düşünün. Niyə? Məgər behişt əhlinin dartıb aparmağa ehtiyac var? Bir adam orada bilsə ki, əməl dəftərin sağ əli ilə olacaq, o tələbələr axırda atırları, papağını atır göyə. Papağını atır göyə ki, qazandı. Xoşalma. Əbədi cənnət. Əbədi cənnət. Bəs yaxşı, niyə dartmaq? Əvvəl o biri mənaları deyim, sonra gələk əsli mətləbə. Mən baxırdım, təfsirdə neçə dənə yozun veriblər. Bu yozunlar da pis deyil. Ümumiyyətlə, Quranda bilirsiniz də, neçə mənanın bətni var, bətninin bətni var. Bir yozun deyiblər ki, cənnət əhli dayanar cənnətin qapısından çöldə dostların gözləyərlər. Ailə üzvlərini gözləyərlər. Məntiqli də mənadır. O əqdə, o xüvvət var, qardaşlıq əqdi. Məsələn də bir biletini alıb içəri girməyə, deyir ki, o qardaşım da gəlsin. Əqd qardaşım da, o da gəlsin. Qoy ailə üzvüm də gəlsin, yoldaşım da gəlsin, uşağım da gəlsin. Dostların gözləyər. Bir məna bunu deyiblər. İkinci məna bunu deyiblər ki, behişt əhli biraz naz eləyər. Deyərlər ki, qoy xüsusi miniklər gəlib biz aparsın. Deyir, xüsusi miniklər gəlib aparsın da, deyirlər ki, day gəlin, gözləməyin. Məsələn də yozum da veriblər ki, yox, bizi xüsusi miniklər gəlib aparsın, deyirlər ki, day gəlin. Çox da şeylər. Bir məna nədir? Bu da maraqlı mənadır. Deyirlər ki, behişt əhli cənnəti istəyir öz yerində, bu hədislər də var buna uyğun. Cənnətdəki mələklər də bunlardan darıxır. Bəzən olar, məsələn, evə qonaq çağırarsan, qonaqdan çox sən istəyirsən sizə gəlsin. Tutub aparırsan. Deyir, mələklər gəlib deyərlər ki, biz də ölürük sizdən ötürü, tez olun gəlin. Mələklər öz qonaqların darta-darta apararlar, ona görə ki, bunlardan olsa yavaş gedər, mələklər dartır aparır ki, da biz sizdən darıxırıq, axı. Bu da bir mənadır. Növbəti bir məna, deyirlər ki, behişt əhlin liqaullah, Allahla görüş maraqlandırar. Onu soruşarlar oradan buradan mələklərdən ki, Allahla görüşə vaxt olacaq. Allahla görüş mövzusu bunları gecişdirər. Gəlib apararlar ki, hələ bir gəlin, o bir neymətləri görün, o da çatar. Bunların hamısı var. Bir dənə də məna deyim, özümdən demirəm. Kamil Ziyarət kitabı var, ziyarətnamələr. Ən çox da İmam Hüseyin Əleyhisselamdan orada ziyarətlər var. İmam Hüseyin haqqında sözlər var. O kitabda olan hədisə əsasən və dinin ruhu ilə, buracan olan bizim Hüseyin məhəbbətimizlə də bu düz gələn mənadır. Baxırdım, neçə dənə ayrı-ayrı alimlərdə bu cür danışıblar, bu cür deyiblər. Hətta eləsi, məsələn, müctehid həddində bu cür deyir. Şübeyr Zəncanidən də bunu nəql edirdilər ki, o da belə deyir. Ki, deyir, Quran ayələrində tapmadıq ki, niyə vəsiqəlləzinə cənnət əhlində bu cür dartıb apararlar. Deyir, o hədislərlə tapdıq ki, cənnətin qapısından çöldə bir nəfər gələr bunlarla görüşməyə, onun vəcinə baxarlar, onun üzün görərlər. Onun üzün görüb elə məst olarlar həmin adamın görüşündə. Deyir, day dəqiqələr, nə bilim, müddət necə keçər bilinməz. Axırı gəlib, ehtiramla darta-darta apararlar ki, fasilə yaransın, içəridə görəcəksiniz. Kim olsa yaxşıdır? Həzrət Hüseyin Əleyhisselam. Baxın, deyirəm, böyük müctehid alimlər danışır. Kamil ziyarətində hədisləri var. İmam Hüseynin camalına baxmaq, İmam Hüseynin nur çöhrəsinə baxmaq bu ayəni Allaha yazdırır ki, bəzilərin özdə kimlər qazana bilər, qoy mötərəz arasında bunu da deyim də, kef eləyim. Kimlər qazana bilər o halı ki, İmam Hüseynin üzünü orada görsün, hətta mələklər gəlib onu behiştə dartıb aparsın. Məsələn, İmam Hüseynin ziyarətinə getmək yox, ziyarət özün üçündür.
Ziyarətə gedirsən, sən hal tapasan da. Necə qazanmaq olar Həzrət Hüseynin o məhəbbətin? İmam Hüseynin məktəbinə xidmət eləməklə. Bunun üçün seçmişəm ikinci xütbədə. İmam Hüseynin məktəbinə, İmam Hüseynin məclisinə, İmam Hüseynin məqsədlərinə xidmət eləmək İmam Hüseyni sanki özünə boşda eləyər ki, gəlsin, əvəzin çıxsın. İmam Hüseyin məktəbində xidmətçi olmaq sadə bir peşə deyil, sadə bir məqam deyil. İmam Hüseynin məktəbində xidmət edirsənsə, İmam Hüseyin özünə görə hər şeyindən keçənə xidmət eləyəsən, hər şeyindən keçənə xidmət eləyəsən. Yad bir adam sənə üzvə deyəndə ki, səni çox istəyirəm, sevirəm, heç yadından çıxmır. Arada düşünürsən, fikri və xəyalına gəlir. Bir ömürdür deyəsən, məktəbində xidmət elə, etiraf eləyəsən ki, ağa, mən səni sevirəm, məhəbbətim var, sənin yolunda bu şeylərə dözürəm, keçirəm. Gör o necə yadda saxlayar və necə əvəz çıxar. Necə əvəz çıxar. Bu məktəbdə, Həzrət Hüseynin məktəbində xidmət eləməyin müjdəsi bu aya olsa yetər. Müjdəsi bu aya olsa yetər ki, elə bir atmosferə salacaq səni, behişt yadından çıxacaq. Behişt yadından çıxacaq. Son olaraq bir dənə də Kərbəlaya aid bir şey deyim. Bir cavan tacir nəql eləyir. Deyir, atamla Küfənin ətrafında çöllükdən keçirdik, Şama tərəf gedirdik. Neçə dəfə getmişik, gəlmişik. Bir yaşlı kişinin orada məskunlaşmağını görmüşük. İndi yeridir deyə danışıram, amma yoxsa axşamlarda danışardı. Deyir, hər dəfə atam deyirdi ki, kişi burada nə gəzsən? Çöllü, biyabanlıq bir yerdə. Deyir, keçişdirirdi, demirdi. Deyir, hərdən soruşurduq başqa karvanlardan da ki, orada bir adam görürsünüz, siz yaşlı bir adam tanır orada. Deyirdilər ki, hə. Nə inirdik, demirdi. Deyir, atam bir daha bundan çox yaxınlıq elədi, çox yoldaşlıq elədi. Bunun atası da yaşlı, o da yaşlı. Çox yoldaşlıq elədi, yaxınlıq elədi ki, denəndə burada nə gəzirsən? Deyir, ondan sonra, o səmimiyyət yaranandan sonra, deyir, atama dedi ki, mən cavan idim, Peyğəmbəri bir neçə dəfə görmüşəm. Peyğəmbər oturmuşdu, nəvəsi, Fatimənin balası, Hüseyin gəldi. Peyğəmbər onu görən kimi başladı kövrəlməyə, ağlamaq. Deyir, qucaqladı, bizə də maraqlı gəldi. Deyir, Peyğəmbər onu görəndən sonra dedi ki, bu uşağı mənim indi qaldığım yeridir, təxmin eləyirəm. Elə bir yerdə, iki çayın arasında susuz şəhadətə çatdıracaqlar. Deyir, mən bu Peyğəmbərin dilindən eşitmişəm. Mən Peyğəmbərə elə inanmam ki, bu olacaq. Deyir, mən dedim ki, ya Rasulallah, bu şey baş verər. Deyir, sözündən elə başa düşdüm ki, şəxsən mənə deyir ki, sən belə görə bilərsin. Yəni, çox çəkməyəcək. Sən belə görə bilərsin. Deyir, o gün bu gündür. Mən bilmirəm nələr olacaq. Amma burada məskunlaşmışam ki, elə bir şey olarsa, mən onun yanında olum. Bu tacirin oğlu danışır. Deyir, üstündən günlər keçdi, ta iş öyle gəldi, çatdı, 61-ci il, Kərbəla hadisəsi oldu. Deyir, biz də atamla Küfədə başımız qarışıb ticarətimizə, qəfil eşitdik ki, Hüseyni şəhid eləyiblər. Deyir, Hüseyni şəhid eləyiblər sözünü eşidən kimi, atam artıq yaşlı kişidir. Deyir, dedi ki, oğlu, dur gedə. Hələ bunlarda hava yoxdur, amma bunlar nəyin təsirindedir? Deyir, dur gedə görək, o kişi də oradadır. Deyir, gəldi, sanki onlar da bilirmiş ki, Küfədə, onlar da bilirmiş ki, bədənləri qoyub gedəcəklər. Deyir, gəldi, gördü Həzrət Hüseynin öz bədəninin, nəşinin bir neçə metr, bir neçə addım aşağısında həmin adamın da başsız bədəni dayanır. Deyir, orada yəqinə çatdıq ki, ağasını necə sevibsə, axıracanda durub orada, bax, illərlə çadırda orada məskunlaşasan ki, Peyğəmbərin o sözünü inanasan ki, mən bu canımı sipər eləyəcəm. İmam Hüseyin üçün kitab, dərs, elmlə ehtiyac yoxdur. Bir dənə söz götür, inan, götürünün üstündə yaşa. Həzrət Hüseynin məhəbbəti, görürsən, elələrinə artıq İmam Hüseyin əleyhissalam gələcək, danışacaq, deyir, vəsiqəlləzinə. Onları behişdə dartıb aparacaqlar. Allahdan istəyirəm, izzət-i cəlalı xatirinə siz mömin qardaşlarımı, əzizlərimi
həmişə ömrümüzün axır anına qədər İmam Hüseyin məclislərinin təşkilatçılarından qərar versin inşallah. Zümer surəsinin axırıncı 73-cü ayəsində olan o halı hamımıza şamil eləsin inşallah. Allah özümüzlə valideynlərimiz, boynumuzda haqq olanları əfv eləyib, bağışlayıb İmam Hüseyin yolundan ayrı salmasın inşallah. Bismillahirrahmanirrahim. İzâ câ'a nasrullah vel feth ve ra'eyten nâse yedhulûne fî dînillâhi efvâca fesabbih bihamdi rabbike vestağfirhu innehu kâne tevvâba. Sadakallahul aliyyul azim.